Salam, hər vaxtınız xeyir olsun. Cədvəl sualı ilə bağlı bir suala baxaq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Ümumiyyətlə, son illərdə qəbula düşən suallar içərisində cədvəl sualları çox olur. Verilən bu cədvəl nümunəsi bir növ Euler-Venn diaqramının cədvəl formasıdır. Sadəcə iki nüans arasında ortaq və fərqli xüsusiyyətlər müəyyən olunur. Baxırıq. Qurursa mürəkkəb olan zərfdir. Yan-yana, qurursa mürəkkəbdir, bəli. Tərzi hərəkət zərfidir. Deyək, yan-yana oturmuşdular. Necə, nə cür, nə tərzdə? Mürəkkəbdir, doğrudur. Bəli. O şəxs əvəzliyindən sonra gəlsə, əvəzlikdən sonra vergül işlənir. Ümumiyyətlə, o və bu əvəzliklərə mübtəda vəzifəsində işlənərsə, ondan sonra zərf gələrsə, əvəzlikdən sonra vergülün işlənməsi mütləqdir. Bu bizim ilkin təməl qaydamızdır. Doğrudur. Amma yana-yana artıq burada feili bağlamadır. Feili bağlama gələrsə, vergül işarəsi qoyulmur. Bu yalnız yan-yana tərzi hərəkət zərfinə aiddir. Keçək indi digər tərəfə. Cümlədə zərfliyin ifadə vasitəsi ola bilir. Əslində, hər ikisi cümlədə zərfliyin ifadə vasitəsi olmasını daşıyır. Yan-yana tərzi hərəkət zərfi ilə yana-yana feili bağlaması cümlədə zərfliyin ifadə vasitəsi olur. Ümumiyyətlə, bu fikir bura gəlməli idi. Ortaq fikir olmalı idi. Hərəkət məzmunu daha qabarıqdır. Yana-yana feili bağlamasında hərəkət məzmunu bəli, qabarıqdır. Çünki burada artıq hərəkət məzmunu var. Amma yan-yana tərzi hərəkət zərfidir. Burada hərəkət məzmunu yalnız buna aiddir. Tərkib əmələ gətirib cümlə üzvü ola bilir. Feili bağlamanın tərkib əmələ gətirib cümlə üzvü olması doğrudur. Amma yan-yana tərzi hərəkət zərfinin tərkib əmələ gətirdiyi hallar olmur. Tərkib əmələ gətirmək təsriflənməyən feillərə aid olur. Bu yanlış fikirdir. Ortaq deyil. Yalnız yana-yana feili bağlamasına aiddir. Yalnız zərfin xüsusiyyətlərini özündə daşıyır. Yan-yana təkcə zərfin xüsusiyyətlərini özündə daşıyır. Lakin yana-yana feili bağlaması həm zərfin, həm də feilin xüsusiyyətlərini özündə daşıyır. Bu fikir yanlışdır. Çünki ikinci aid olmalıdır. Buna aid olmalıydı. Bu yanlış fikirdir. Bu cür məntiqi əsasdan yola çıxmış olsaq, 1, 2 və 4 testin doğru cavabıdır. Testin tələbini ödəmiş olacaq. Cavab olur A bəndi.